müasir bir dövrdür ki, insanlar o sosial şəbəkələrdən çox istifadə edirlər. Mən deyirəm ki, bəzi evlərdə, bəzi ailələrdə onların necə deyim, dağılma təhlükəsi daha çoxdur. Sosial şəbəkələrdən, WhatsApp-lardan, statuslardan, TikTok-lardan istifadə edən şəxsiyyətlər həddən artıq, onların ucbatından ailələr həddən artıq çox dağılır. Bunun bir neçə dənə bəndi var ki, mən onu qeyd edəcəm. Bəndin biri, sosial şəbəkələrdə, sosial şəbəkədən insanların ailəsi dağılır. İnsanlar, mən ailəmə güvənirəm, mən övladıma güvənirəm, amma sosial şəbəkəyə güvənmirəm.